Ermənistan daxilində delimitasiya, demarkasiya ətrafında fikir ayrılığı yaratmaq cəhdləri davam edir. Növbəti mərhələdə Ermənistanın Azərbaycana 180 kvadrat kilometr ərazi güzəştinə gedəcəyi ilə bağlı iddialar da mediada yayılıb. Güya əvəzində də Bakı digər əraziləri İrəvana verəcək. Bu istiqamətdə gedən bəzi iddialar var və hansı məqsədlər dayanır qayəsində? Ümumiyyətlə delimitasiya, demarkasiya ətrafında son durum nə yerdədir? Detalları sujetdən öyrənək. Ermənistan yaxın vaxtlarda Azərbaycana yeni ərazi güzəştləri edəcək. Belə bir iddia ilə Hraparak nəşri məqalə dərc edib. Tirajlanan xəbərə görə iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası məsələləri ətrafında uzun müddətli danışıqların nəticəsində bu qərar icra olunacaq. Nəşr bu sahədə müəyyən xəritənin tərtib olunduğundan da söhbət açır. Güya həmin xəritəyə görə İrəvan qısa zamanda Bakıya 180 kvadrat kilometr ərazi verəcək. Əvəzində isə 25 kvadrat kilometr ərazi alacaq. Vurğulamaq yerinə düşər ki, delimitasiya demarkasiya prosesi beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Burada hər hansısa tərəfin ərazi güzəştinə getməsi müzakirə mövzusu deyil. Analitiklər deyirlər ki, indiki halda konkret nəticələr əldə olunmadan mediada bu sahədə informasiyaların yayılması fikir ayrılığı yaratmaq mahiyyəti daşıyır. Nəzərə alsaq ki, hazırda Ermənistanın daxili siyasi mənzərəsində ciddi gərginlik hökm sürür. Görünür, bəzi qüvvələr bu tip məlumatlarla prosesi daha da gərginləşdirməyə çalışır. Bu isə auditoriyada çaşqınlıq yaratmaq mahiyyətinə hesablanmış addımdır. Azərbaycan və Ermənistan arasında müəyyən uğurlarla müşahidə olunan sərhədlərin delimitasiya və demarkasiya prosesi çətin, mürəkkəb bir prosesdir və bu prosesdə bir mənalı şəkildə konfidensiallığın qorunması və maraqları təhdid edəcək, danışıqları təhdid edəcək informasiyaların cəmiyyətdə spekulyasiyalara yol açmaması həddindən artıq vacibdir. Amma görünən odur ki, necə ki sülh prosesinin gedişatında, eləcə də sərhədlərin delimitasiya, demarkasiya prosesinin gedişatında da Ermənistan pozuculuğa meyillidir və bu kimi informasiyaların yayılması və xüsusən də həqiqətə uyğun olub-olmadığı bəlli olmayan informasiyaların yayılmasını biz təsadüf hesab etməməliyik. Təhlillər göstərir ki, İrəvanın ərazi güzəştləri edəcəyi ilə bağlı Ermənistan mediasında zaman-zaman məsələlər gündəmə gətirilir. Bir müddət öncə də Qazaxın işğalda olan kəndlərində mina təmizləmə işlərinin artıq yekunlaşdığı, qısa zamanda təhvil vermə prosesinin başlayacağına dair də informasiyalar sızdırılmışdı. Məsələni analiz edən şərhçilər deyirlər ki, bu məlumatların tirajlanması Paşinyan hökumətinə qarşı əhali arasında nifrət formalaşdırmağa çalışmaq cəhdidir. Məqsəd isə baş naziri torpaqları Azərbaycana təslim edən bir fiqur kimi ictimaiyyətə təqdim etməkdir. Beləliklə, ölkədə reytinqini aşağı salmaqla seçkidə iştirakına maneə olmaq istəyirlər. Prosesin məhz seçki öncəsi daha da intensivləşməsi də bu amili sübut edir. Vurğulamaqda fayda var ki, Ermənistan-Azərbaycan dövlət sərhəd xəttinin uzunluğu 1066 kilometrdir. Bugünədək iki ölkə arasında ilk delimitasiya və demarkasiya mərhələsi çərçivəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla Qazax rayonunun 4 kəndinin Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılının Bakıya qaytarılması təmin edilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu istiqamətdə son açıqlamasında proses ətrafında baş nazirlərin müavinləri səviyyəsində işçi qruplarının təmasda olduğunu deyib. İrəvan rəsmisi onu da əlavə edib ki, son razılaşmaya əsasən demarkasiya Ermənistan, Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsindən bir qədər aşağıda olan nöqtədən davam edəcək.